Herkese salam. Böyük bağlama ilə qarşınızdayım. Burada bağlamanı açmaqda o qədər çətinlik çəkirik ki. İlk pijama dəstindən başlamaq istəyirəm. Rəngi çəhrayı çox xoşuma gəldi. Ölçüsü M idi və üzərində balaca bantiklər var idi. Yəni mənim çox xoşuma gəldi. Əslində mən S geyinirəm. Bunu anam üçün sifariş vurmuşdum. Əgər 1.60-dan yuxarısınızsa, sizin əyninizdə şalvar gözəl oturacaq. İndi isə bu dəstdən başlamaq istəyirəm. Əslində dəst deyil, bu da pijamadır. Əvvəl gördüyünüz pijamanın bənövşəyi rəngi çox xoşuma gəldi. Bu da M razmerindədir və şalvarının üzərində balaca bantiklər vardır. İstəsəniz ala bilərsiniz. Yəni çox keyfiyyətli bir məhsuldur. Belə bir dəstə sifariş vurmuşdum. Bunu əsasən də bacım üçün sifariş vurmuşdum. Çünki həm hədiyyə etmək istədim, həm də rəngi çox xoşuma gəldi. Həqiqətən də çox gözəl rəngi var. Narıncı rəng ən sevdiyi rəngi ola bilərdi məncə. Sonra bel üçün nəzərdə tutulmuş kəmərləri açıram. Orada istədiyiniz rəng kəmərlər vardır. Yəni hər zövqə uyğun. Mən qəhvəyi və qara rəngi götürdüm. Yəni ağ rəngdə ola bilər, bej və yaxud, amma çox gözəl idi. Sonra desəniz ki, bu nədir? Bunu anam sifariş vurub. Yəni mən səbətə atmamışam. Anamın sifarişidir. İçərisini saydım. İçərisində təxmini 24 ədəd süngər var. Belə bir ayaqqabılar sifariş vurmuşdum. Səbətə atdım. Bunu mamam səbətə atıb təbii ki də, yəni anamın sayzına uyğun olaraq. Biz 41 götürdük, amma kaş 40 götürsəydik yaxşı olardı. Biraz ayağa böyük gəldi, amma yenə də idarə etmək olar. Rəngi bu arada açıq qəhvəyi idi. Yenə mamamın seçimi ilə belə bir kapronlar sifariş vurmuşum. Yəni 20 cüt kapronlar. Nə deməkdir, siz bunu bilirsiniz. Hər işə gedən insanlar bunu anlaya bilər məncə. Açmaqda o qədər çətinlik çəkdim ki, yəni çıxanda görünüşündən şok oldum ki, yəni bu nədir? Buna görə biz açırdıq. İlk baxanda şoka düşdüm, yəni görünüşündən dəhşət fərqlənirdi. Sonra keçirik belə bir, sən necə başa salsam doğru çıxar. Bu corab üçün yerləşdirmə qabıdır. Yəni bilmirəm neçə dənə ki yeri var, amma bunu corablar üçün nəzərdə tutulub. Şəklini tapsam sizə qoyacağam. Sonra sizə payız üçün bacıma aldığım dəri jilet göstərirəm. Çox gözəl materialı var idi. Bacım üzərində geyinib göstərdi. Sadəcə olaraq onu videoya əlavə eləməmişəm. Tapsam sizin üçün qoyacağam. Yəni materialı çox gözəl idi. Sonra belə bir çanta sifariş verib anam özü üçün. Yəni burada nə varsa ya mamamın olur, ya bacımın. Mamam belə bir çanta sifariş verdi. Toy üçün əlverişli bir şeydir. Yəni işə də taxmaq olar. Məncə çox super idi. Belə bir uzun kəməri də var idi, balaca kəməri də var idi. İstəyənlər necə istəsə. Sonra yenə mamamın bir sifariş olaraq, bir deyil, bir neçədir. Belə bir boşqab, 3 dənəli boşqab seti sifariş vurdu. Bunların hər birinin santimetrində qoyacağam sizin üçün.
Ən balacası 17 sm, orta boylusu 19 sm və ən böyüyü 22,5 sm idi. Yəni ki, açmaqda o qədər çətinlik çəkdik ki, yəni açana qədər ürəyimiz partladı. Məncə də gördüyünüz kimi deməyə ehtiyac yoxdur. Keyfiyyətli məhsullardır. Rəngi də qəhvəyi tonlara çalır, amma sarı da demək olar. Bunu ilk açanda şoka düşdük. Elə bildik ki, səhv bir əşya gəlib. Amma yenə baxanda mamam bildi ki, bunu da səbətə əlavə eləyib və sifariş vurub. Bu paltarları saxlamaq üçün belə bir balaca qutularmı deyim, nəsə bir şeydir. Əşya kimi. Saxlama qabının qabaq tərəfində paltarları görmək üçün şəffaf yer vardır. Oradan istədiyiniz paltarı rahatlıqla çıxarda bilərsiniz. İndi başqa məhsula çıxardırıq. Sizcə burdan nələr çıxacaq? Yenə eynəklər sifariş vurmuşuq. 5 dənəli eynək. Təxmini qiymətini bilmirəm, çünki mən vurdığımdan sonra həm qiymət azala bilər, həm qiymət yuxarı qalxa bilər. Yəni dəqiq bir qiymət deyə bilmərəm. Mən qara rəngi sevdiyimə görə yenə də belə bir askını çox bəyəndim. Üzdə oturuşu əslində çox xoşuma gəldi. Anam isə ağ və qəhvəyi rəngləri çox sevdi. Yəni qəhvənin açıq tonları da sarıya çalır. Bu da dediyim kimi leopardlı bir eynəkdir. Belə bir corablar sifariş vurdum. Qış corablarını nəzərdə tutulub. Yəni ölçüsü 12-16 yaş aralığındadır. Həm bacım geyinə bilər, həm mən geyinə bilərəm. Yenə bir ədəd paslanmayan poladdan belə bir incə zərif gümüş boyunbağı sifariş verdik. Bunu əslində qardaşım üçün sifariş verdik. Yəni mən belə bir şey istifadə etmirəm. Boyunbağı 60 sm-dir. Yenə belə bir pijama sifariş verdim. Rəngi çox xoşuma gəldi. Yəni istəsəniz ala bilərsiniz. Bu S ölçüsüdür. Yəni mənə tam uyğun oldu. Əynimdə də geyinib sizin üçün göstərəcəm. Yenə belə bir sifariş vurduğumuz falqa dəstidir. Bunun içərisində təxmini 12 ədəd falqa var. Bunu boşqabların altına, yəni zərif görsənməsi üçün qoymaq olar. Yenə belə bir corab dəsti. Yəni çox sevdim bu corabları. 5 ədəd mavi, ağ corablardan ibarət. Gözəl dəsti idi. Bunu sevərək istifadə edəcəm. Həm də ki, bu rənglərdən çox xoşum gəlir. Yenə 10 cüt corab sifariş vurmuşam. Bu dəfə çəhrayı rəng, çəhrayı ağ tonlarda sifariş vurdum. Gördüyünüz kimi 11 ədəd üz maskası sifariş vurdum. Avokado, çələkli, kofeli, yəni hər tərabətdə maskalar var idi. İlk göstərdiyim layım qoxulu belə bir maska idi. İyisi çox gözəl idi. Sonra belə bir pomidorlu maska. Sonra çələkli maska çox qəşəng idi. Güllü maska. Yəni roza isi verirdi. Belə bir manqolu maska, yəni heç yerdə görməmişdim mən. Sonra kofe maskası, yəni kofe isi gəlirdi. Sonra kakos maskası, ondan sonra avokado maskası və xiyar maskası, sonra bal, yəni bal tərkibli maska.
Bir də zəncəfil maskası var idi. Sonra belə bir orqanayzer sifariş verdim. Əslində xoşuma gəlmədi. Niyə? Çünki mən bunu başqa cür təsəvvür edirdim və başqa cür gəldi və bunu sizə şəklini qoyacağam. Mən əslində təsəvvür etdiyim kimi olmadı. Yəni bir dənəli gəldi. İstəyirdim siyirmə şəklində olsun və çəkim belə bir qablar mövcud olsun. Əslində bu sifarişi səsləndirməsəm daha məqsədə uyğun olar. Amma yenə də sizin üçün bildirmək istəyirəm ki, burada 3 ədəd, əslində şəkildə 4 ədəd düşüb, amma məndə bir rəng yox idi. Yəni ağ, çəhrayı və boz rənglərdə belə bir topiklər sifariş vermişdim. Ölçüləri standart idi. Sonra belə bir yenə sırğalar sifariş vermişik. Əslində bunu anam üçün sifariş verdi. Yəni əslində o bəyənmədi. Amma hədiyyəlik kimi də kiməsə hədiyyə etmək olar. Yenə belə bir sırğalar sifariş verdik. Siz istəyirsiniz bunun görünüşünə baxın. Və yenə belə bir dodaq qələmləri sifariş verdik. Bunu açmaqda biraz çətinlik çəkdim, çünki hər bir tərəfdən bağlanmışdı. Yəni yaxşı gəlməsi üçün vacib idi. On 12 ədəd içərisində hər rəngə uyğun dodaq qələmləri var idi. Və yenə sırğalar sifariş verdim. Sifarişdə sırğaların görünüşünü ekrana qoyacağam. Sonra yenə belə bir ürəkli sırğalar sifariş vermişdim. Bunun da şəklini ekrana qoyacağam. Əgər sonra qaralarsa və yaxud qaralmazsa sizə məlumat verəcəyəm.